Baxın, bax, insanlarda bəzilərində bax qorxu baş verir də. Yəni elə bir insan yoxdur ki, onun həyatında qorxu olmasın da. Bəli. O birbaşa başlayır bədənə təsir göstərir və bədəndə izləri qalır bunun. Bax, yəni qorxunu belə deyim, necəsə kömək eləyə bilir nəfəs. Biz qorxduqda donub qalırıq. Ha, bəli. Biz donub qaldıqda nəfəsimizi Peki, saxlayırıq. nəfəs də dayanır. Nəfəsimizi saxlayırıq. Görürsüz, həmin o qorxu anlarında biz ki nəfəsimizi saxlaya, biz nəfəsimizi tamamilə ritmdən çıxartdıq. Nəfəsimiz tamamilə pozuldu. Və qorxular beldə problemin yaranma səbəbi nə idi? Qorxular. Ondan yaranır. Bəli. Hər hansı bir xəbəri biz eşitdikdə, istər-istəməz hər hansı bir insan olsun, həmin xəbəri eşitdikdə görürsüz insan donur qalır. Nəfəsini saxlayır. Və nəfəssiz şəkildə həmin o deyiləcək sözü eşidir və o onda qorxu hissi yaradır. Və orada sonradan belə bir deyim var. Məsələn deyirlər ki, nəsə bir xəbər eşitdim, belim qırıldı. O deyimlər elə-belə yerdən deyil. Həmin o qorxular sırf onun belinə təsir eləyir. Bu amma özü deyir ki, məsələn, hansısa bir xəbər eşitdim, belim qırıldı.